bir nəfər, bunda danışım, sözümü tamamlayayım, 2 xütbəsi var da cümə namazının. İkinci xütbəni çox qısa eləyəcəm. Əvvəlcədən arxain eləyim sizi. Neçə vaxtı cümə namazlarına da həsrət idi. Çox şükür Allah nəsib elədi. İmam Hüseyin əleyhissalam keçir, görür bir qul oturub, o vaxt quldarlıq dövrü idi də. Deyirlər, bəs İslam quldarlığı niyə ləğv eləmədi? Bilirsiniz, hansısa bir inqilabi dəyişiklik eləmək olmur cəmiyyətdə. Gərək tədrici olsun, gəlib qərarla bunu eləyə bilməzdilər. Görür bir qul oturub daşın üstündə qəmgin də ağlayır. İmam da keçir. Mümkün deyil axı bir adam qəmli ola, imam onun yanından belə keçsin. Deyir, getdi, oturdu qulamın yanında. Təsəvvür edir, mən danışıram, o mənzərəni canlandır. Getdi, oturdu onun yanında. O başı aşağı salıb narahatdır. Dedi, ay qulam, niyə narahatsan? Nə olub sənə? Halın niyə belə narahatdır? Deyir, mən başqa dindən olan bir adamın qulamıyam, quluyam. O da mənlə yaxşı rəftar eləmir, yorulmuşam dinsizin birinə qul olmaqdan. Yorur məni, narahat eləyir. Deyir, durdu ayağa, dedi, qalx gedək. Qalx gedək. Hara gedək? Dedi, qalx gedək. Demirsən, mənə narahat eləyir. Gedim səni azad eləyim. Bu bilmir bu İmam Hüseyin əleyhissalamdır. Gəldi, deyir, qapını döydü. Adam açdı qapını, İmam Hüseyini tanıdı. Dedi, xoş gəlmişsiniz ağa, qədəmlərinizə qurban olum. Başqa dində də olsa görür Peyğəmbər nəvəsidir. Nə üçün gəlmişsiniz, nə qıllığınız var? Dedi ki, bu qulamı satmız mənə. Bunun üçün gəlmişəm, səndən alın bunu. Qulam da baxır, bilmir nə desin. Evyəsi dedi ki, pul istəmirəm, verirəm onu sizə bağışlayıram. Siz gəlmişsiniz mənim evimə, şərəf gətirmişsiniz, mən onu sizə hədiyə verirəm. İmam da dərhal dedi ki, mən də səni Allah yolunda azad edirəm. Bu vəziyyəti belə görəndə dedi, ağa sizə bunu hədiyə elədik, siz də bunu azad elədiniz, indi bunun işi gücü yoxdur, həmin ev sahibidir. Bir torpağım var, onu da verirəm buna, orada işləsin, çalışsın, özünü təmin eləsin. Siz gəlmişsiniz mənim evimə. Baxır ona, deyir, razı qaldın, deyir, mən çox razı qaldım, çox şad olur. Bunlara aşıq olan adam saxtakar deyilsə, adamlarla necə rəftar eləyər? Bunlara aşıq olan adamla yaşasan səni incilər, sənə əziyyət verər. Adam özünü tərbiyə ilə məşğul olsun, amma bu niyyətlə ki, sevdiyinin xoşuna gəlsin, məşuqunun xoşuna gəlsin.